Cənubun Sesi xəbər portalının təsisçisi və baş direktoru, ictimai fəal bloger, jurnalist Mərhəmət Lələyev, Masallı rayonunun Qəriblər kəndində tanınmış həkim, tibb üzrə fəlsəfə elmləri doktoru, uzun illər səhiyyə təşkilatçısı kimi fəaliyyət göstərmiş Tofiq Mirzəyevin məzarını ziyarət edib. Ziyarət mərhumun əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq həyata keçirilib. Tofiq Mirzəyevin ömürgün yoldaşı həkim Mirzəyev və Mehbarə Qəzənfər qızının, eləcə də bölgənin tanınmış ziyalısı alim Zeydullah Ağayevin məzarları da ziyarət olunub. Ziyarət iştirakçıları mərhumların xatirəsini bir dəqiqəlik sükutla yad edib ruhlarına dualar oxuyublar. Ziyarət əsnasında çıxış edən Mərhəmət Lələyev başda Tofiq Mirzəyevin qardaşı Elman müəllim olmaqla bütün Mirzəyevlər ailəsinə dərin hüznlə baş sağlığı verib. Mərhumun Azərbaycan səhiyyəsində və Masallı ictimai həyatında tutduğu xüsusi yeri vurğulayıb. O qeyd edib ki, Tofiq Mirzəyev ömrünü insanlara xidmətə həsr etmiş, yüzlərlə gənc həkimin yetişməsində, bölgədə tibb xidmətinin inkişafında əvəzsiz rol oynamış nüfuzlu ziyalı idi. Masallı rayonu hər zaman öz tanınmış insanları ilə fəxr eləyib. Mən deyərdim ki, nəinki Masallının, Azərbaycan Respublikasının fəxri vətəndaşlarından olan və Azərbaycan Respublikasının səhiyyəsində böyük xidmətləri olan Masallı rayonunun Qəriblər kəndindən tibb üzrə fəlsəfə doktoru Mirzəyev Tofiq Ağaddinoğludur. Tofiq müəllim nəinki səhiyyə sahəsində öz ədəbi, əxlaqı, öz mədəniyyəti və kənd cəmaatı ilə olan qarşılıqlı münasibəti ilə böyük auditoriyada hörmət qazanan tanınmış şəxsiyyətlərdən olub. Bu günləri onun qardaşı Vahid müəllimlə, Masallıda tanınmış ziyalılardan da Vahid müəllim və Masallının tanınmış iş adamlarından olan bizim əziz dostumuz Hacı İldırımla birlikdə onun məzarını ziyarət elədik. Tofiq müəllim haqqında bizim bir çox yazılarımız işıq üzü görüb və burada Tofiq müəllimin həyat yoldaşı, həkim Mirzəyev və Mehbarə xanım da yatır. Allah hər ikisini rəhmət eləsin. Bu ailə Masallı rayonunda tanınmış bir ailədir. Bu ailə tanınmış ziyalı nəsildir və Masallı üçün, Azərbaycan səhiyyəsi üçün Tofiq müəllimin itkisi böyük itkidir. Qeyd edeyim ki, Teymur Yəhyayev Masallı rayon Ərkivan kəndindən Masallıya rəhbərlik etdiyi dövrdə Tofiq müəllim Teymur müəllimin çağırışı ilə Rusiyadan Azərbaycana qayıdıb və Masallıda səhiyyə işi ilə məşğul olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Bütün ailəsinə, dostlarımıza, Vahid müəllimə, Elman müəllimə, Mirzəyevlər ailəsinə dərin üzündən başsağlığı verirəm. Ruhu şad olsun. Həm də ömürgün yoldaşı Mirzəyev və Mehbarə xanımı da Allah rəhmət eləsin. Bu nəslin tanınmış böyük alimi Zeydullah müəllimi də ruhu şad olsun. Fəxr edirik ki, Cənub bölgəsinin, Azərbaycanın və Masallının belə tanınmış şəxsiyyətləri var. Və bu günləri bizim üçün qürur vericidir ki, belə gözəl insanlar bizim bölgəmizi layiqincə təmsil ediblər. Allah rəhmət eləsin, ruhu şad olsun. Allah rəhmət eləsin. Tofiq Mirzəyev böyük şəxsiyyət, gözəl insan, səhiyyədə böyük islahatlar aparılmış bir insan, insanların daima sağlığına çalışmış bir insan, sağlığı üçün xidmət etmiş bir insan Tofiq müəllim. Allah sizi rəhmət eləsin. Tofiq Ağaddinoğlu Mirzəyev bizim üçün böyük şəxsiyyət olub. Ailəsi də, özü də həkim olublar. Bizim kəndimizin, elimizin fəxridirlər. Allah rəhmət eləsin səni, Allah rəhmət eləsin sizi. Mən sizdən hamınıza təşəkkür edirəm. Bura gəldiyinizə görə, bizim böyük qardaşımız Tofiq Mirzəyevi yad etdiyinizə görə, Tofiq Mirzəyev biz qardaşlar üçün elmin, təhsilin yolunda svetofor oldu, yaşıl işıq yandırdı. Çox əziyyətlə ali təhsil aldı. Hamısı bizim gözümüzün qabağında oldu və biz də onun dalıcıca getdik. Bizim elm, təhsil almağımızda böyüdən kiçiyə hamımız Tofiqə minnətdarıq. Allah onu rəhmət eləsin.
nə qədər ağır da olsa bizim üçün, biz qardaşlar üçün, yenə də Tofiq bizim üçün yaşayır, Tofiq bizim qəlbimizdədir. Onun ruhu həmişə bizləndir. Allah səni rəhmət eləsin əziz qardaş.